Tam qaranlıqdırsa işığı yanmır. Problem yox. Yox. Daha da qəşəng görsənsən. Perfeksin Hə, öyle. və bu arada saçların çox qəşəng görsənir Nəbi. Nəbi, de görüm mənə Evet. fenolun digər adı nədir? Tam kardinal. Karbon Ego. maddədir. Bu. Gəl burada yazaq. Karbinol görək nədir? Nihat, bəlkə yadında qalmış olar. Karbinol hansı maddədir? Nəbi karbinol dedi. Benim karbinol, karbinol, Deyim mən. Metal spir. Yox, elmisiz deməyin. Bu iki uşaq desin, yaxşı? Bayaqdan yanlış Benim karbinol öyrənmişdik. eləbil, metal spirtlerine ait Ben. krizolum. Ay ben bu ne yaptım sual duymuyor. Nəbi, yaxşı Nəbi sən cavab ver. Nihat qaçırır. CH3OH. Bu spirtdir, yaxşı Nihat. Karbinol Ay ben metal spirtin danışmadım digər. ha. Ne bilmediniz mansız. Sən səsini eşitdim o Sual sənin, arada. Gah fezol dedin, gah Ay fenol ben dedin. Yok Nihat. onun var. Başta ne bilmez. Yaxşı. Bu karbinoldur və bu fenollara aid deyil, yaxşı. Fenolun digər adı nə idi, Nəbi? Fenolun adı nə idi? Bir də mənim Bəli. oksibenzol var. Aysa, karbol turşusu, bir də nə dedin? Oksibenzol. Oksibenzol. Nihat, nəyə görə Bəli. səncə fenola biz karbol turşusu deyirik? Ay ben anladım. Çünki onda Evet, turşuluq çünkü- xassəsi var. Turşuluk hassas Yaxşı. var. Məsələn, fenol yazırıq. Fenolun formulu nədir, Nihat? M6H5OH. D6H5OH. Bəli. İç Bəli. nümayəndəsidir. Bunun üzərində məsələn bax bu turşu xassələri olduğuna görə Ben natrium, OH da gələ bilirik, xlor 2 də gələ bilirik. Ondan xlor 2 yox. sonra Xlor 2 yox. Natrium OH da gələ bilirsən, natrium da gələ bilirsən. Hələ xlor 2-ni bu gün keçəcəyik. Yəni bu gün yazdıracağam. Onu qatma, yaxşı? qaydada yazdım. Əslində xlorla yox, bromla. Qaydada məncə yazmamışıq. Benzolun xlorla reaksiyasını deyəsən deyəcəm. Ay, mən C6 H6 ilə qarışdırdım. Hə, o benzoldan fenolun alınma mərhələləri idi də. Yəni bax bu fenolda turşuluq xassəsi olduğuna görə o əsaslarla və əsasi elementlərlə metallarla reaksiya girə bilər. Məsələn, C6H5OH üstə natrium yazıram, bir də natrium OH. Natrium OH ilə reaksiya girəndə nə olar? Nihat. Mən deyim. C6 əmin deyim. C6H5 natrium OH2. Yəni H2 O da. natrium, O natrium üstə gəlsin H2O. H2O hardan çıxdı? Həm Bunun çünki H-ni ay müəllim natriumla OH EH əvəzlənir, H2O alınır. Su çıxır yəni. Hə. Bəs aşağıdan nə alınır? Müəllim C6H5 O natrium H. O natrium C6H5 O natrium hədə düzdüm H. H2. Və burada da yenə əmsal vururuq yenə yenə H olur da. Doğrudur. Nədir? Bəs sən də görün mənə nədir? Fenol ümumiyyətlə nədir? Fenol deyəndə nə başa düşürsən? Mənim fenol deyəndə benzol nüvəsi olur, üstündə də OH olur. OH. Bax, burada bir dənə OH var. Bir atomlu fenoldur. 2 dənə olsa 2 atomlu olar. Bunun adı nə olar? Yəni, bunun adı benzodiol bir də pirokatexon idi, nə idi belə bir söz? Bəli, pirokatexin. 3 dənə olsa 3 olanda benzodiol 3 olur. Aha, digər adı Pirohallol olur. Hallol. Hallogen sözünə oxşur, yaxşı. Bəs nədir? Bir var ksilol. Lol. Bir də var krizol. Bunları qarışdırmamaq lazımdır. Ksilol, benzol. Bax, benzol dərsi keçmişdi ya, 6 bucaq. Orada öyrənmişik. Krizol isə fenollarda 11-in materialında öyrənirik. İndi bunlar bir-birini bunların para, meta, orta olanda farklı cəhətlərdə Ksilolda Nihat və Nəbi OH olmur. Ksilol benzolları öyrənəndə C, bax, burada da C olur, burada da CH3 olur. Aha, bunlar da məsələn orta ilə idi də elə. Orta ksilol. Elə deyilmi Nihat? Amma orta krizol olmaq üçün bunun başındakı nə olmalıdır? Mən deyim, OH olmalıdır. Bəli, OH olmalıdır. Burada və adı da 2 metil fenol da deyilir, orta krizol da deyilir. bu CH3-ü bura qoysaydım
Mən deyim. Hə, denə. Nihat. Müəllim, burada M ilə olan, yəni 3 metil fenol da deyilə bilər ya da metakrizol da deyə bilərik. Aha, axırda olanda da 4 metil fenol ya da P-krizol. krizol. Bəs yaxşı, Nəbiyyədir sualım. Nəbi, 6 bucaq çəkirəm. Benzol həqiqəti. Karbon qoyuram. Onu H birləşdirirəm. Məsələn, CH2OH. Bu fenol deyil. Bu nədir? Spirtdir. Özü də aromatik spirtdir. Digər adı da benzil spirtidir. Yaxşı, benzil spirti. Sonra keçək əsas hissəyə. Sualım Nihadadır. Nihad, fenolu almaq üçün üsullar var idi. Müəllim, fenolu almaq üçün C6H6 plus xlor 2 gəlib əvəz etməklə C6H5 xlor plus H2 da. Yox, H xlor. Yox, H5 xlor üstə gəlsin, çıxan H-ın elə bir biri ilə buradakı xlorun biri H xlor verir. Sonra alınır. Biz hələ fenol almadıq. Birinci mərhələdir. Sonradan əvəz etmə bir də birləşmə də, birləşmə vasitəsilə C6H5 xlor plus natrium OH alınır. Natriumla xlor bir dəqiqə. Yox, OH ilə xlor əvəz olunur. C6H5 OH plus natrium xlor. Yəni birləşmə olmur. Bu əslində dəyişmə də yoxsa gələcəkdə öyrənəsiniz. C6H5 OH və natrium xlor alınır. Məqsədimiz suda birləşmə almaq idi da. Yəni fenol almaq da. Mən bir də daş kömür vasitəsilə istifadə olunur. Bir də benzolun üstə propen gəlib, kumol idi mənim adı nə idi? Ya da kumol. Bir də kumolun üstə oksidləşmə idi mənim. Qoy danışdım, məsələn, sağlayacağım. Oksidləşmə gəlib izopropil almaq olur.